Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəricilərində bu ilin yanvar ayı üzrə artım müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 2026-cı ilin yanvar ayında Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 113 milyon 805 min 100 manat olub. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% daha artıq göstəricidir. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,3% artaraq 240,9 manat olub. Ümumi daxili məhsul istehsalında əsas yeri sənaye sahəsi tutur. Bu sektorda da davamlı inkişaf özünü göstərir. İstehsalın həcmi artaraq iqtisadiyyatın müxtəlif sahələrində müsbət nəticələr əldə edilib. Bu göstəricilər regionda sənayələşmə prosesinin gücləndiyini təsdiqləyir. 2026-cı ilin yanvar ayında Muxtar Respublikada 38 milyon 392 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq ayı ilə müqayisədə 19,1% çoxdur. Ümumi sənaye məhsulu istehsalının 76,6% sənaye mallarının, 23,4% isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Sənaye məhsullarının istehsalı müxtəlif sahələri əhatə edir və ayrı-ayrı sektorların payı ümumi göstəricilərdə özünü aydın şəkildə göstərir. Ümumi sənaye məhsulunun 71,7% emal, 26,5% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8% isə su təchizatı tullantıların təmizlənməsi və emal sektorunda istehsal edilmişdir. Tərlan İbrahimova, Şəfəq Rüstəmova, Arzu Sadiqov, NTV Xəbər.